Nuruşov Ramil Əhmədoğlu 050 602 06 77 telefon nömrəmdir. Deməli, ben 2024-cü il fevral ayında mən Avion Travel şirkəti ilə müqavilə bağlamışam. Avropada işlə bağlı, Almaniyada işlə bağlı 2500 manat dəyərində müqavilə imzalamışıq. Bugün məhkəmə idi. Bu günlərin verdiyi sözlərə əməl eləməyiblər. Bu gün də məhkəmə idi. Məhkəməni aparırdı hakim. Neydi adı hakimin? Hakimin adı neydi? Söynəv Elməddin aparırdı. Deməli orada müttəhimə 4000 manata qədər məbləğində cərimə təyin eləyirlər. Və yaxud da 2 il işləyir, 2 ildən 5 ilə qədər iş təyin olunur. 500 nəfərə yaxın insanlar aldı. Minimum aldığı ən az aldırılanda 2500 manat, 5000-ə qədər olanlar var yəni. Bu qədər ləng baxılır məhkəmədə işlərə. Bu qədər insana ziyan vurub. Məhkəmədə də çox ləng baxılır. 10-10 dəvət olunub dindiriləcəyi deyilir cəmaatın. Aldırılan şəxs də özünü günahkar saymır. 500 nəfər alıb 2500 manatdan milyona yaxın mənimsəyib cəmaatdan, amma təqsirləndirilən şəxs özünü günahkar saymır. Yəni ləng baxılmasından, işə uzun baxılmasından şikayətçiyik də yəni. Əhmədov İlkin 2023-cü ilin yanvar ayında birinci ödəniş eləmişəm, mart ayında da ikinci ödənişi. Ümumilikdə 3000 manat ziyan dəyib. Hər şeydə yəni rəsmi müqavilə əsasında, yəni dövlətin peçatı, hər şey qayda qanunla imzalanıb və söz verilib ki, müəyyən ölkəyə iş üçün də, yəni yollamağa. Nəticə etibarı ilə ortada nə iş var, nə pul var. Nə iş var, nə pul var. Məhkəmə oldu. İkinci iclas keçirilib bizdə məhkəmə. Nəsim rayon məhkəməsində. Hər dəfə də ertələnir. Buna etirazımızı bildiririk. Sonra maddələr var. Hansı ki 178.2.2 bir də .2.3. Onlara etirazımızı bildiririk. Çünki orada 4000 manata qədər səhv eləmirəmsə cərimə vardı və 3 ildən 5 ilə qədər səhv eləmirəmsə 2 ildən 5 ilə qədər cəza tətbiq olunur. O da ki, burada adam baxmayaraq ki, çoxdur. 200 nəfərdən də bəlkə çox adam var və 316 nəfər adamdır və hərədən 2000, 3000 və s. alınıb. 5000 aldığı da var. 1 milyondan yuxarı da pul mənimsənilib, amma ki, cəza az verilir. 2 ildən 5 ilə qədər azdır. Baxmayaraq ki, nə olsun ki, bir nəfər sayılır. Yəni bu toplu ümumi vəziyyətə baxanda nə olsun ki, bir nəfərdən 2500-dür və bunun cəzası az düşür. Burada 300 neçə nəfər adam var. Yəni bunların qabağında məncə ağır cəza verilməlidir. Bu məsələdə yəni ciddi yanaşılmalıdır. Daha ciddi, çünki bu işin bəli ödənişə cəlb olunmalıdır. Mənəvi zərəri də bir tərəfə də, yəni maddi zərərdən əlavə. Mən Cabbarov Cəmil. 2023-cü ildə martın 27-sində ilkin ödəniş eləmişdim və mayın 4-də ikinci ödəniş eləmişdim. Rəsmi peçatla, hamısı qayda qanunla idi. Prosta bu Lalə Rəcəbova hamını aldatdı, dələduzluqla pullarımızı yedi. Nə geri qaytardı. Bizə söz verdi ki, Avropada işlə təmin eləyəcək. Heç bir işlə də təmin eləmədilər. Bu günlərdə aprelin 1-idir, məhkəmədir, gəlmişik məhkəməyə. Burada yenə də məhkəmə həmənki kimi ikinci dəfə təxirə salınır. Lalə Rəcəbovanın işi uzadılır. Biz çox xahiş edirik ki, bu Lalə Rəcəbovanın işini uzatmasınlar, bu tez yekunlaşdırsınlar. Biz də bilək, ya bizim ödənişlərimizi zərər çəkənlərin geri qaytarsınlar, ya bunun cəzasını ağır eləsinlər. Mənim sözüm bu qədər. Mən Abdullayev Məhəmməd Rasimoğlu 2023-cü il sentyabr və oktyabr aylarında iki dəfə ödəməklə 5000 manat pul ödəmişəm Lalə xanım Cəfərovaya. O həmən pulun müqabilində o xanım bizi işlə təmin eləməlidir. Amma əvəzində gördüyünüz kimi hal-hazırda Nəsim rayon məhkəməsindəyik və 50-ci dəfə də artıq bu məhkəmə təxirə salınır və əvəzində nə pulum qayıdır, nə də ki iş ümumiyyətlə yoxdur ortada. Bundan əlavə də ona qoyulan maddələrlə razı deyilik. Çünki ona qoyulan maddələr ən yüngül hesab olunan maddələr qoyulub ona. Amma biz ən ağır cəzanın verilməsini tələb eləmişik oradan. Çünki eyni qədər insan var. Yəni 300 nəfərdən ibarət olan insan, yəni az bir nəfər deyil. Yəni bir yetəri qədər də məbləğ var ortada. Ona görə yəni bu belə deyək də məhkəmələrin də hər dəfə təxirə salınması, ay ərzində 2 dəfə, 3 dəfə keçirilməsinə ən çox etirazımız var ki, yəni
konkret bir qərara gəlsinlər. Əks tərəfdən biz zaten görüşə bilmirik. Yəni əks tərəfdən biz fikirləri nədən ibarətdir onu da öyrənə bilmirik. Yəni ya pul veriləcək, ya işlə təmin olunmağı zaten fikirləşmirik. Bizə əsas lazım olan məbləğin geri qayıtmalıdır və bunu birinci növbədə hakimlərdən tələb eləmişik ki, yəni bizim verdiyimiz məbləğ bizə dəyən maddi ziyan geri ödənilsin. Amma hər dəfə məhkəmələr təxirə salınır. Biz hər dəfə hamımız da müəyyən bir işlərdə çalışan insanlar olduğumuza görə, yəni hər dəfə işdən icazə alıb gəlmək olmur. Yəni bunu konkretləşdirsələr və yaxud hər dəfə belə təxirə salınmasa, ümumiyyətlə qısaca bu məsələ həll olunsa, biz də işimizi bilmək üçün, yəni bunun ən başlıca səbəbi odur ki, narahatçılığımızın. Məhkəmə hər dəfə təxirə salınır və ən çox maddə məsələsində narahatçılığımız var ki, maddə məsələsi ən yüngül maddə hesab olunur, ən yüngül maddə qoyulub ona görə. Əliyev Faiq Ağakərimoğlu, ümumiyyətlə bu cinayət işinin açılması özü düzgün aparılmayıb. Bu cinayət işini hansı ki müstəntiq yekunlaşdırıb, onu düzgün yekunlaşdırmayıb. Çünki orada əlaltıları vardı, köməkçiləri. 3-4 nəfər köməkçisi vardı, qızların adı yadımdan çıxdı. Onlar Aytajlı, Güllüdür. Onlar cəlb olunmur cinayət işinə ümumiyyətlə. Halbuki məni şəxsən Lalalardan çox onlar aldadıblar. Onlar bu dəqiqə cinayət işində yoxdur. Konkret onların adları çəkilmir. Maddanın qoyulması da düzgün deyil. Maddanın qoyulmasına etiraz edirik. Burada bizə prokuror deyir ki, 5000-dən yuxarı olanlara uzun müddətli cinayət işi var. Amma fakt orada 2 nəfər bu dəqiqə protokolda 2 nəfər 5000-dən yuxarıdır pul edib. Biz nəinki bu məhkəməyə etiraz edirik, hətta müstəntiqə də etiraz edirik. Bu cinayət necə yekunlaşdırıb, o da yəni bilinmir necə yekunlaşdırıb.